Avropalılar Amerika və Avstraliya kimi qitələrə müstəmləkəçi yürüşləri zamanı bir çox qırğınlar törətmişdilər. Amma çox az adam qeyd edir ki, onlar həm də bu qitələrin inkişafını başdan ayağa dəyişmişdilər. Gözəl bir yaşayış səviyyəsinə gətirmişdilər. Əsasən daha çox Avropalıların qırğınlarından danışılır. Amma onu da nəzərə almaq lazımdır ki, Avropalıların həm Amerikada, həm Avstraliyada olduğu müddətdə burada qəbilələr mövcud idi, insanlar qəbilə halında yaşayırdı və bu qəbilələr inkişaf etməmişdi, əlində heç bir texnologiyası yox idi. Avropalılar burada qırğın törətdi, bəli, yerli insanları qırdılar, amma eyni zamanda da yeni bir texnologiya, yeni bir cəmiyyət formalaşdırdılar ki, bu gün də Amerika dünyanın super gücüdür. Yəni bu 5 il ərzində bir qrup insan bu işi başlatdı və hal-hazırda 360 milyonluq bir ölkə dünyanı idarə edəcək texnologiyanı, həmçinin beyin maşınını ixrac etməyi bacarır və dünyada ümumi inkişafa səbəb olur. Amma biz türklərin müstəmləkəçilik tarixinə baxsaz, bunun tam əksini görə bilərsiniz. Türklərin kimisi iddia edir ki, türklər bura 6 əsr əvvəl, kimisi 10 əsr, bəziləri isə Adəmin dövründən gəldiyini iddia edir. Lakin heç kim türklərin burada hansı inkişafa yol açdığını danışmaq istəmir. Çünki ortada heç bir inkişafdan söhbət gedə bilməz. Türklərin burada olduğu dövrdə nə Azərbaycanda, nə də digər ölkələrdə heç bir nümunəvi texnologiya, heç bir dövlət modeli və yaxud da ideoloji model ortaya çıxmamışdır. Türklərin ən uğurlu olduğu yerlər İranın tərkibində olmuşdu. Yəni türklər İranlı olaraq İran dövlətində təmsil olunub və uğurlara imza atıb. Həmçinin türklərin digər uğurlu olduğu yerlər isə hazırda Avropa və Amerika kimi yerlərdir və bu danılmaz bir faktdır ki, türklərin ən uğursuz olduğu yer türklərin özlərinin olduğu, iddia etdiyi, özlərinin qurduğunu iddia etdiyi ölkələrdir. Hansı ki, buna Türkmənistan, Qazaxıstan və digər ölkələr aiddir. Azərbaycanın milli tərkibi heç də türklərin xeyrinə deyil. Yəni burada mən türklərin az olduğunu düşünürəm. Çünki türklərin Anatoliyaya axını əsasən şimal və cənubdan olmuşdu. Xəzərin şimal və cənubundan olmuşdu. Türklər Azərbaycanın hal-hazırda yalnız Aran bölgəsində mövcud olmuşdu. Dağlıq bölgələrə isə girməyə cürət etməmişdi. Bu yerli xalqlar buna imkan verməmişdi. Türklərin və türk dilinin Azərbaycanda dövlət dili elan edilməsi və dövlətin idarəsinə gətirilməsi sırf rusların əməyi olmuşdu. Bunu digər çıxışlarımda da bildirmişdim. Amma maraqlısı budur ki, bu illər ərzində də, son 30 ildə də biz bu hərəkətdə yaxşıya doğru dəyişim görmədik. Yəni türkçülük özünü heç cür doğrulda bilmir. Hətta müasir texnologiyanın ən pik səviyyəsi olduğu vaxtda, inkişafın ən güclü olduğu vaxtda yenə də türk ölkələri uğurlu bir nümunə qoya bilmir ortaya. Türkiyə bir qədər yaxın idi buna, amma biz orada da geriyə dönüşü görürük, orada da geriləməni görürük. Və yekunda ortada türk ölkələri birliyi ideyası atılır. Və mən də bu ideyanın qorxaqlıqdan, zəiflikdən atılmış bir ideya olduğunu görürəm. Çünki misal üçün Avropa layihəsi Avropalıların sırf irqçilik maraqlarından atılmayıb və bura Avropalı olmayanları da, yəni Azərbaycanlılar ərazi olaraq Avropalı deyil və yaxud da Gürcüstan, Ermənistan ərazi olaraq Avropalı deyil və yaxud da İsrail Avropalı deyil. Amma bunları öz əhatəsinə almağa çalışır. Həmçinin digər ətrafdakı, hətta Qazaxıstan kimi dövlətlərə təsir etməyə çalışır, Rusiyaya təsir etməyə çalışır. Rusiyanın bir hissəsi Avropa olsa da tamlıqla belə deyil. Amma biz türkçülük layihəsində biz iqtisadi və yaxud da elmi maraqlara dayanmış bir layihə görmürük. Bu sırf tayfaçılıq və
digər diktaturaya maraqdan yaranmış bir birlikdir və bu zəiflikdən yaranmış birlikdir. Belə birliklər, yəni Ərəb Birliyi var, uğursuz birliklərdir. Yəni Ərəb Birliyinin indiyənə qədər də nəyə yaradığı bilinmir. Hansısa bir problemi kökündən həll edə bilməyiblər. Hər hansısa məsələdə inkişafa nail ola bilməyiblər. Çünki bir birliyə, yəni yalnız bir xalqın adını verməklə digər xalqları ignor etmək, bunun özü bir irqçilik, geriçilik və zəiflik nümunəsidir. Yəni türklər özlərinin bu ərazidə çox olduğunu iddia edirsə, bu qədər qorxaq olmamalıdırlar. Yəni belə bir layihə, birlikdə olmaq, nə bilim orduları birləşdirmək nəyə yarayır? Yəni türkçülüyün yaratdığı ölkə Türkmənistan, Azərbaycan səviyyəsindən qırağa çıxa bilmir. Yəni burada türkçülük məğlub olur. Mən istərdim ki, türkçülük özünü müasir bir xətt kimi göstərə bilsin. Yəni Azərbaycanda elmin inkişafına, Azərbaycanda iqtisadi inkişafa səbəb ola bilsin, yeni modellər ortaya qoya bilsin. Hələ də təəssüf ki, biz hələ də görürük ki, türkçülər hələ də yerli mədəniyyətlərin onlara aid olduğunu sübut eləməyə çalışır. Hələ də dolma, lavaş, bozbaş mövzularda qalıblar. Və bu mövzular da regionu geri aparır. Biz ermənilərin dünyada uğur qazandığını görə bilirik. Gürcülərin çox ciddi uğurları var. Amma Azərbaycana gəldikdə bunu deyə bilmirik. Hətta İranın ciddi uğurları var. Rusiya nə qədər zəif olsa belə tarixinin ən zəif anlarını yaşayır hal-hazırda. Ən biabırçı anlarını yaşayır. Yenə də dünya tarixinə, dünyanın texnologiyasına öz töhfələrini verə bilir. İranda dini rejim olmasına baxmayaraq nə qədər texnoloji yeniliklər var. Lakin biz bunu türk ölkələrində görə bilmirik. Bu yalnız bir neçə silah sənayesində olub. Bunlarda da Avropanın əməyi var. Məsəl üçün türk dronlarının əksəriyyətinin hissələri Avropa və Amerika, Kanadadan gətirilir. Hətta bu yaxınlarda Kan adlı döyüş təyyarəsini istifadəyə vermək istəyirdilər, edə bilmədilər. Çünki bütün hissələr, əksər hissələr, ən önəmli hissələr Amerikadan gəlirdi və Amerika da bunun icazəsini vermədi. Ümumiyyətlə bu dron və digər məsələlərin də Amerika kəşfiyyatının məhsulu olduğu, Türkiyədə məhsul olduğunu, sadəcə Amerikanın birbaşa şərqə müdaxilə etmək istəmədiyi, Türkiyənin özünün zibil qutusu kimi istifadə etməsi üçün bu silahları onlara verdiyini şayəsi də var və bunun da həqiqət olduğunu görürük. Yəni bu texnologiyanın bütün hissələri Avropa və Amerikadan gəlir və deyirlər ki, bu Türkiyənin məhsuludur. Belə bir şey olmur və bunun icadı heç olmasa Türkiyəyə məxsus olsaydı və digər ölkələrdə ixrac edilsəydi, bu başa düşüləndir. Məsəl üçün iPhone-un icadı Amerikalılara aid olsa da, bunun hissələri Çində istehsal olunur. Bu başqa bir mövzudur. Burada söhbət ondan gedir ki, bu hissələrin heç biri, yəni bu texnologiyanın istifadə olunan hissələrin heç biri Türkiyəyə aid deyil. Və digər elmi sahələrdə də biz türklərin nailiyyətini yalnız Avropa və Amerikada görə bilirik. Onlar öz ölkələrində nə isə edə bilmirlər. Halbuki bu ölkələrin əhalisi Gürcüstanın da, Ermənistanın da, İranın da əhalisindən daha çoxdur. Və belə bir ortamda biz türkçülüyün zəifçilik, qorxaqlıq üzərində yarandığını görürük. Türkçü kitabların mən indiyənə qədər bir dəfə də görməmişəm ki, hər hansısa bir türk ölkələrində elmi inkişafdan danışsın, iqtisadi inkişafdan danışsın. Yəni desin ki, misal üçün türk ölkələrinin hansı perspektivi var və yaxud elmi perspektiv var. Bu mövzularda nəinki kitablar, heç məqalə və videolar belə görə bilməzsiniz. Bir neçə nümunələr ola bilər, onların da yəni əsası yoxdur. Çünki Türk Ölkələri Birliyinin özü də iqtisadi cəhətdən çox axmaq bir yerdədir. Çünki aramızda Xəzər boyda bir məsafə var və burada iqtisadi birlikdən danışmaq çox axmaq bir məsələdir. Burada ya Rusiya olmalıdır, ya da İran olmalıdır ki, burada iqtisadi birlik alınsın, quru üzərinə iqtisadi birlik alınsın. Ortada Xəzərin olduğu bir yerdə iqtisadi birlikdən danışmaq, bu
Bu axmaq bir layihədir. Həmçinin ortaq olaraq heç bir inkişafdan da söhbət gedə bilməz. Yenə də deyirəm, heç bir elmi söhbətlər aparılmır. Bircə dilin yaradılması məsələsi aparılır. İngilis dilinin dünyada hakim olduğu bir vaxtda mənim nəyimə lazımdır ki, türk dilinin ortaq dili yaradılsın. Biz hələm indi öyrəşirik, qavramağa başlayırıq. Azərbaycan dili nədən ibarətdir, digər dillər nədən ibarətdir. Bir də bunun ortaq dilin yaradılması. Bütün bunlar, yenə deyirəm, qorxaqlıq, zəifçilik üzərində yaranıb və ümid edirəm ki, Azərbaycandakı özünü həqiqətən vətənpərvər türkçə adlandıran insanlar var. Onlar bunu qavrayacaq və türkçülüyü Azərbaycanın inkişafı üçün sərf edəcək. Təşəkkür edirəm.